Salam dostlar, axşamınız xeyir olsun. Artıq axşamüstüdür. Deməli, bugünkü mövzumuz deyək, söhbətimiz deyək, propolis haqqında. Propolis nədir? Necə yığmaq olar? Necə istifadə etmək lazımdır? İnternetdə onlarca məlumat var. Propolisin faydası haqqında, necə istifadə edilməlidir o barədə. Yəni, propolis dediyimiz vələmundur. Baxın, bu maddə, yəni çərçivələrin üzərinə yığdıqları, çərçivə aralarına yığdıqları bu maddə propolis adlanır. Təbii antibiotik hesab edilir, çox xeyirli, faydalı bir məhsuldur. Deyərdim ki, arı keşiklərindən ən, belə deyək, asan şəkildə, tez şəkildə toplanacaq məhsul propolisdir. Mədə ağız yaralarına falan, yəni deyirlər, xeyri var, kifayət qədər. İndi propolisi necə yığmaq olar, hardan yığmaq olar? Şəxsən mən özümdən deyim, istəyənlərə mən hardan verirəm. Arı propolislə giriş dəliyinə daraltmada istifadə edir. Burada havalandırma hissəsinə istifadə edir. Çərçivələrin üzərində propolisdən istifadə edir. Və ən çox da çərçivələrin yan hissələrini birləşdirməkdə istifadə edir. Bu arıda yenidir hələ çərçivələrin çoxu. Amma bu çərçivələrin kənar hissələrini arı propolislə bir-birinə birləşdirir. Bal süzümündən sonra bu propolisi kəsib götürmək olar. Hətta indi belə kəsib götürmək olar. Yəni, propolisin yığılma yeri, şəxsən mən özüm yığıb istifadə elədiyim və yaxud da istəyənlərə verdiyim yer ancaq çərçivələrin kənar hissəsi, bir də çərçivələrin üst hissəsidir. Yəni, çərçivələrin yeşin giriş hissəsindən propolis yığmıram. Çünki orada həşarət ölüləri, içəri girən, belə deyək, zərər vericilərin və yaxud da arının özünün ölüsü ola bilər. Həmçinin belə bir şey düşünək. Bu arı yeşeyi təxminən 35-36 dərəcə temperatur olur içərisində və nəmişlik faizi müəyyən qədər həmişə olmalıdır. Yəni bakteriyanın, mikrobların yayılması üçün, inkişaf etməsi üçün çox münbit bir şəraitdir. Bu propolis sayəsində arı yeşiyini zərər vericilərdən qoruyur. Yəni bu cür faydalı bir şeydir. Mən indi propolis tuzağı deyirlər buna, propolis tələsi. Birinci dəfədir ki, bundan istifadə edəcəm və yoxlamaq istəyirəm ki, görüm nə effekt verəcək. İnternetdə baxmışam istifadə qaydasına. Yəni, elə də çətin istifadə qaydası yoxdur bunun. 2 qatlı arılara və ya ana kəsməz qoyduğum arıları atmaq istəmirəm. Yəni, oxuduqlarıma, bildiklərimə görə ana kəsməz atılan koloniyalarda propolis yığmağı çətinləşir arıdır. Çünki yuxarı çıxartmalıdır propolisi. Bu şəkildə çərçivənin üst hissəsinə qoyuruq. Yəni, burada belə bir boşluq var, belə ayaqlıqlar var. Bu ayaqlıqlar aşağı düşməlidir ki, burada məsafə qalsın. Arı bu məsafəni çalışacaq şeylə doldursun, propolisini doldursun. Və üzərində heç nə örtmür. Burada aralıqlar var. Arı yuxarıdan ümumiyyətlə hava axının olmasını, havanın işləməsini sevmir. Yəni, yuxarına açıq qoyduqda arı məcbur olacaq. Başlayacaq yuxarını propolisdən örtməyə. Və örtdükdən sonra ən gözəl variant, yəni bunu aparıb soyuducuya saxlamaq. Soyuducu saxlayıb sonra bir-iki dəfə bu cür elədikdə bu propolis tökülür. Amma başqa variant yoxdursa arasını sıyırıb götürməyi yoxlayacam. Çünki o cürlə soyuducum yoxdur ki, bunu onun içərisinə qoyun. Bu şəkildə qoyuruq. Bu hələ ki təcrübədir. Yoxlayıram, görüm nə effekt verəcək. Və üzərinə heç bir örtü örtmədən qapağı qoyuram. İnşallah gələcəkdə göstərəcəm, paylaşacağım ki, arılar nə qədər propolis yığırlar.